Assalamu alaykum azizlar. Bugün bizə sizlərə hazırki vaxtdakı quyosh fotoelektr stansiyalarının narxları boyunca məlumat verib ötəmiz. Bugünkü gündə Özbekistanın bazarında 20-30 ildən ziyad quyosh panelləri və 20-30 ildən ziyad invertorlarımız brendinə qarab, narxına qarab, sifətinə qarab girib-gəl tutdu. Əsasən Xitaydan girib-gəl tutdu invertor və quyosh panellərimiz. Bugünkü gündə quyosh panellərimiz narxları neçə son bo'lib turibdi. Hazırki vaxtda quyosh panellərimiz arzon turdagi quyosh panelləri və invertorlar, o'rtacha turdagi və premium segmentdagi quyosh panellərimiz və invertorlarımız mövcud. 10 kilovatlı quyosh fotoelektr stansiyanın narxları bugünkü gündə neçə son? Neçə panel qoyuladı, neçə invertor qoyuladı? Şular bilan sizlərni danışdırıb ötəməm. Bizə də Luxon kompaniyasında hazırki vaxtda arzon quyosh panellərimiz və invertorlarımıza Era Solar panelləri girədi. Era Solar panellərimiz, Restar Solar panellərimiz, Hishing panellərimiz var, Ronma, Solaren panellərimiz arzon turdakı quyosh panellərimizə girədi. Bu bilan birlikdə DIA invertorlarını tavsiyə etamiz. Arzon turdakı invertorlarımız. Bunda invertorumuza garantiya berilmedi. Özü hazırki vaxtda Özbekistana girib-gəl turgan invertorlarda garantiyasını doğru düşünüp alırsa gerek. Adamlarımız köpçülük satuvchilar ham bir narsani bilmedi. Yani DIA invertora 5 yıl garantiya deb satıb oturtdularken DIA invertoruna Özbekistan Respublikasında bugünkü gündə bir gün ham garantiya berilmedi ortada. Xo'sh, garantiya neçik bo'ladi, neçik tartibda ishlaydi, bularni ham keyingi videolarımızda tushuntirib o'tamiz. Shunda hazırki vaqtdagi Restar, Era Solar, Ronma, Hishing, Solaren panelləri bilan DIA invertorlar bilan qo'yib beradigan bo'lsak, quyosh panellərimiz narxi 36 milyon so'm bo'ladi. Bu o'zining narxi. Hazırki vaqtda davlat subsidiya berib turibdi. Subsidiyasi bilan birgalikda şu 36 milyon so'mdan 20%'ni minus etib tashlaysizlar. Shu tartibda 10 kilovatlik stansiyamiz o'rnatib beriladi. Endi bu arzonimi, o'rtachasimi, yaxshisimi baribir o'zini DC avtomatlari, UZIP SPD qurilmalari, predохранительləri və əlbəttə özünü maxsus kripleniyələri əlbəttə içinə girədi. Şular bilan birgalikdə qoyub beramiz. Kabelinə gəladigan bolsaq, kabeli üzünü 1000,5 voltaçı deyilən PV kabellərimiz işlətiladi. Karkas sifətində panelini teyinə məhkəmləçi element sifətində 40-40'lık ugonliklərdən qoyub beramiz. Dəmir ugonliklərdən qoyub beramiz. 10 kilovatlıq quyosh fotoelektr stansiyamızın 42 milyonluq variantı var. Bunda naula girişini hazır sizlərə tushuntirib o'taman. 10 kilovatlıq quyosh fotoelektr stansiyamızda Jinko panelləri, Longi Haymo 7, Jasolar, Tongway panelləri o'rnatib beriladi komplektində və 10 kilovatlık stansiyamızda Goodway invertorlar bilan birgalikda qo'yib beramiz. Goodway invertorlarımızı resmi 5 yıl kafolatı var. 5 yıl mobaynida invertor o'zini o'zi bir ish topadigan bo'lsa, o'zini aybi bilan o'chib qoladigan bo'lsa, ya boshqa bo'ladigan bo'lsa, 3 kun muddat ichida yangi invertorlar biza almashtirib beramiz. Bunda boya aytganimni arzon variantida aytib o'tgan narsalarim endi o'z-o'zidan bo'ladi. Qo'shimcha tarzda bu komplektimizin içinde 2 yıl bepul besplatni servis xizmatimiz var. Hammasi birgalikda pod ключ olib borib uyingizga o'rnatib beriladi. Bu 42 milyon quyosh fotoelektr stansiyamizning o'zining narxi. Bundan subsidiya qilib 20%'ni ayirib tashlasak 33 milyon 600 ming so'm bo'ladi. Hozirgi vaqtda bundan tashqari 45 milyon so'mlik quyosh fotoelektr stansiyamiz ham mavjud. Bunda Jinko Tiger Neo 3 ve Longi Haymo X10 panelleri o'rnatib beriladi. Invertorimize şu 5 yıl ablenli kafolatı var invertorlarımızdan o'rnatib beramiz ve 2 yıl bepul servis xizmati ham içine giradi. Kimga shunday xizmatlar kerak bo'ladigan bo'lsa, bemalol bizlarga murojaat qilsangiz bo'ladi. Aniqroq, to'liqroq ma'lumot olaman desangizda telefonlar orqali yoki ofisimizga tashrif buyurishingiz mumkin.